Salam, hər vaxtınız xeyir olsun. Bugün sifətin dərəcələrinə aid sadə bir testimiz var. Ancaq istəyirəm bunu qəşəng izah edeyim. Zara is burada bizdə var expensive shop in the town. Ümumiyyətlə biz əgər cümlənin sonunda in the town, in the class, in our family bu tipli sözlər görsək biz onu üstünlük dərəcəsində götürərik. Burada da in the town bizi üstünlük dərəcəsində götürməyə vadar edir. Ondan əlavə biz görürük ki, burada shop sözü var. Shop mağazadır, təkdədir, sayıla bilən isimdir. Ona görə mütləqdir ki, onun bir artiklı olsun. Orada artikelli variantdır. Yəni artikel lazımdır deyə biz A, Y, C variantlarını atırıq. Qalır B və D variantı. B variantı düzgün cavabımızdır. D variantı ona görə olmaz ki, həm müqayisə dərəcəsində biz demişik ki, əgər cümlənin sonunda fərqləndirici, səciyyələndirici söz olarsa, biz orada üstünlük dərəcəsində istifadə edərik. Düzgün cavab the most-dur. Həm də ki, müqayisə dərəcəsi the artiklı ilə işlənməz.